Herkese salam. Uzun bir aradan sonra yenidən vlog çəkməyə başladım. Səbəb isə bəzi ailə məsələlərdir. Ona görə də ara vermişdim. Çalışacağam ki, bundan sonra vlog çəkməyə davam edeyim. Tarifdə gördüyünüz isə dietik pankeklərdir. Bunu da birinci dəfədə hazırlayırdım. Səhər yaşıl çayla bərabər yeyəcəm. Necə hazırladığımı öyrənmək üçün isə ayrıca bir yemək kanalı açmışam. Ora yükləyəcəm. İstəsəniz oradan baxa bilərsiniz. Bu arada evimizdəki xalçalarda xalça yuma şirkətinə vermişik. 8 dənə xalça idi. Cəmi 35 manat 80 neçə qəpikdirsə, yəni 36 manata başa gəldi. Amma gördüyünüz bu iki xalça balaca olduğu üçün bunları götürmədilər. Amma eybi o xalçaları özüm də hamamda yuya bilərəm. İndi də hazırlaşırıq ki, gedək atamgilə biraz orada qalaq. Hanı papa gilə gedirsən? Pəncərəyə çıxma. Bu arada video paylaşmadığım dönəmdə bəzi izləyicilər məni yada salırdılar, yazırdılar. Çox sağ olsunlar. Sizlərin dəstəyi sayəsində yenidən vlog çəkməyə məndə həvəs yarandı. Döyücü Atagildəyəm. Yemək kanalı üçün yenə kontent çəkirəm. TikTokda şokoladlı paxlava gördüm. Görən kimi də istədim mən də eləyim. Gördüyünüz kərə yağında ilk dəfə sınayacağım. Hər zaman mən canlı yayımlarda, yəni Xuraman Əlizadənin canlı yayımında görürdüm, tərifləyirdi. Dedim biz də bundan istifadə edək. Buradakı paxlavanın üzərinə standart paxlavadakı kimi deyil, yəni üzərinə fındıqla töv şəkildə qoymursan. Burada paxlavanın üzərində püstə qırıntıları, antep fıstığı qırıntıları olur, yəni üzərinə səpirsən, türk paxlavası kimi. Sonradan fikir verdiyimə görə gördüm evdə antep fıstığı yox idi. Elə dedim ki, adi qoza rəng qatım olsun, antep fıstığı kimi elə bir görüntüdə olsun. Amma deyəsən rəngi biraz çox vurmuşam, tündü yaşıl olub. Sezon ilk çiyələyi də ata alıb. Keçən il çiyələ ilə bağlı qəşəng dondurma resepti hazırlamışdım. Short videosu 233 min izlənmə olmuşdu. Çox düşərli olmuşdu həmin video mənə. Onun sayəsində mənə nə qədər abunə gəlmişdi. Bu arada qızlar, əgər abunə deyilsinizsə, kanala abunə olun. Ürəyinizdən keçən sözləri şərh bölməsində yazın. Videonu da bəyənin ki, vlog çəkməyə davam edim. Paxlavan xəmirini yoğurdum, qoydum ki, özünə gəlsin. O arada da Rəhimə belə bir pudingdən bizə hazırladı. Ama burada qablar ver, bunlara yerləşəcəyim ki. Tanrı, neyini sən orada paxlavanın içliyini qarışdırırsan? Paxlavanı hazırlama mərhələsini burada blokda yerləşdirmədim. Yəni yemək kanalına ayrıca yükləyəcəm. Burada paxlava bişib üzərinə şərbətini tökürəm. Fikir verdinizsə, şərbət tökməmişdən əvvəl üzəri mat kimi idi. Çünki üzərinə mən yumurta çəkməmişəm. Yumurta çəksəydim yaxşı görsənməyəcəkdi. Reseptin özündə elə sulu yağ vururdular, yəni yumurta vurmurdular. Şərbət tökəndən sonra nisbətən biraz parlaq oldu. Üzərinə də gördüyünüz kimi feyk hazırladığım qozuları səpirəm. Qozu səpəndə də fikir verdim ki, toz halı kimi olanda yapışmır paxlavanın üzərinə. Ona görə də qoza biraz varinə qatdım ki, yapışqan olsun, üzərindən tökülməsin. Düzü 4 gün listə doğrayanda paxlavalar hamısı eyni boyda olur. Çox az miqdarı itkiyə gedir, yəni ki, gözəl görünüşdə olmur, amma itki sayılmaz da, yəni o da yeyilir onsuz da. Amma bir çətinliyi var ki, mən öyrəşmişdim yumru formada xəmiri yaymağa, dötkünc formada xəmir yaymaq biraz mənə çətin gəlirdi. Elə də yayırdım ki, sonradan qıraqlarını kəsməyə ehtiyac olmasın. Mənə ən rahat gələn yumru formada xəmir yaymaqda, yəqin ki, gələn dəfələrdə elə eləyəcəm. Bu arada paxlavanın dadını çox bəyəndim, şokoladın dadı hiss olunurdu. Keçən vlogu izləmişsinizsə, mən orada Temu paketi açmışdım, belə bir yubqa sifariş vermişdim. Bu yubqanı heç bəyənmədiyim şəkildəki kimi deyil, ona görə də geri qaytarıram. Ətəyi türk kimidir, nə geyinsəniz görünür, həm vidi fasonu da yaxşı deyil, yaxşı görsənmir. Təkcə yəni ətəyi deyil, üst hissəsi də yaxşı görsənmir. Ona görə də geri qaytarma eləyəcəm. 32 manatlıq məhsul idi, endirimlə 18 manat almışdım. Şəklini çəkib indi Temunun özünə göndərəcəm və geri qaytarmaq üçün müraciət eləyəcəm. Temudan sifariş elədiyim kargo gəlib, ona da baxaq. Ondan əvvəl də bir şey göstərmək istəyirəm sizə. Açqı üçün sifariş elədiyim aksesuarları birinci sizə göstərmək istəyirəm. Əlimdə gördüyünüzü də mən Temudan sifariş eləmişdim. Amma bir şey var ki, qulaqdan düşür, bir də burnumdan düşürdü. Ona görə də belə bir şeylər sifariş eləmişəm. Qiymətləri baha olsaydı almayacaqdım. Qəpik quruş idi, 30-40 qəpik arası bir şeylər idi. Ona görə də açqını tullamaq əvəzinə belə bir şeylər aldım. Bu arada yeni açqıda sifariş vermişəm. İnşallah o da gələndə görəcəksiniz. Həmin bağlamadakı məhsullarda 10 manat 71 qəpikdir. 2 dənə məhsuldur. Birinci dəfədə belə az məhsul sifariş eləyə biləm. Yəni həmişə 30 manatdan aşağı sifariş eləmək olmurdu. Onu da necə elədiyimi sizə deyim. Deməli, Temuda Farmland oyunu var. Orada belə bir seçənək var idi ki, 10 manat üzəri alış-veriş eləmək olurdu. Ekranda göstərəcəm, görəcəksiniz. 10 manatlıq məhsul alırsan, orada
oynamaq üçün su verirdilər. Mən də dedim ki, elə bir yoxlayım, görüm necə bir şeydir. Və buradakı paketi də mən Farmland oyunundan qazanmışam. Pulsuz hədiyyədir. Qızıma 2 dənə kalkotka seçmişdim. Özümə də bir dənə şal var. Bu hədiyyələr Farmlandın ikinci turundan olan hədiyyələrdir. Birinci turda mən 2 dənə pizza tavası və 8 cüt corab qazanmışdım. Pulsuz hədiyyə qazanmaq istəyirsinizsə, siz də Farmland oyununa başlayın. Aşağıda kod qoyacağam, ekranda da qoyacağam. Həmin kodu kopyalayıb axtarış yerinə yazın və oyuna başlayın. Mən bu hədiyyələri 5 ay ərzində qazanmışam. Yəni hər gün girib oynayaraq 5-10 dəqiqə vaxt aparır. Oynayaraq bu məhsulları əldə eləmişəm. Oyunu əlbəttə ki, tez də qurtarmaq olar. Bir-birinizin kodlarından istifadə edərək daha çox su əldə eləmiş olursunuz və hədiyyəni də tez əldə eləmiş olursunuz. Ona görə də yorumlarda kodlarınızı yazıb bir-birinizə kömək edə bilərsiniz. Hazırlaşıram ki, evə gedim. Ona görə də paxlavaları bölüşdürdüm. Bu qabdakı Rəhimənin payıdır. İçində 6 dənədir. Çox da qoya bilərdim. Burası da özüm bu qədər qoydum ki, tez-tez onsuz da Rəhimə atagildə olur. Atagildə olanda yeyə bilər. Yaşıl qabdakını özüm üçün qoydum evimizdə aparmağa. Bizdə çox yeyilir paxlava. Yoldaşım çox sevir. Ona görə də biraz çox qoydum. 2 sıradır. Bunun içində altdakının üzərinə yağlı kağız qoydum ki, üzəri korlanmasın. Buradakı paxlavaları da böyük bacımla atam üçün saxladım. Ürəyim neçə vaxtdır kebab istəyirdi. Toyuq kebabını özdə bastırma ilə istəyirdim. Ataya dedim ki, belə eləsin. Belə olanda dadı gözəl olur. Yanında kartof da olacaq, badımcan da, pomidor da olacaq. Burada da salatları hazır edib qoyub üstünü blokla ördüm. Burada toyuğun but hissəsi ilə but dibidir. Bunları hamısını barbeküdə eləmişəm. Qəşəng çıxıb. Onun içində hələ yoxdur. Kartofla badımcandır. Burada da pomidor. Sizdən gəldi, manqalın qırağında ləzzət edirdi. Ən yaxşısı. Kebablar artıq bişib, bir süfrəyə də qoymuşuq. Çox dadlı, möhtəşəmdir. Bastırma olduğu üçün dadı çox gözəldir. Həm də bir şey var ki, ata həmişə ətləri bişirəndə aralarına quyruq da qoyur. O da gözəl tam verir. Ərdikcə ətin özünə hopur, gözəl tam verir. Təkcə ətə yox, o birilərini də içlərinə, badımcanı da, kartofunu da içinə qoyur. Başqa bir tema bağlamam da gəlib. Gəlin onu da birlikdə açaq, görək nələr var içində. Birinci məhsulumuz 2 tərəfli flaşkadır. Bu flaşkanın əsas özəlliyi ondadır ki, telefona da taxıb istifadə eləmək olur. Həm telefona, həm kompüter və televizora da taxmaq olur. Yəni 2 tərəfində istifadə eləmək olur. Yaxşı 128 GB-dir. Firması EAGET firmasıdır. Yəni bu orada Temuda təsdiq olunub ki, firmanındır. Yəni keyfiyyətli məhsuldur. Bundan öncə mən Temudan başqa bir flaşka sifariş eləmişdim 2 tərəfli olandan. 1-2 həftə işlədəndən sonra gördüm ki, buraq məhsuldur. Yəni istifadə eləmək olmur. Taxırsan telefona işləmir. Sonra Temunun özünə yazdım ki, işləmir. O da dedi ki, qaytar. Mən də nəsə yaddan çıxdı, elə qaldı, qaytarmadım. Amma bu məhsuldan çox razıyam, çox keyfiyyətlidir. Ona görə də 2 dəfə almışam, gördünüz. Əlimdə 2 dənə flaşka var idi. Bunun qiyməti 36 manatdan mən endirmişdim 22 manata. Amma həmin məhsul isə 6-7 manat idi, səhv eləmirəmsə qiyməti. Yəni qiymətinə görə də keyfiyyəti pis idi. Alırsınızsa, yəni heç olmasa keyfiyyətli olması üçün biraz məbləği də yüksək olmalıdır. İkinci məhsul isə korsetdir, lent formasındadır. Birinci dəfə də alıram. Ölçüsü 3 metrdir, amma mən fikirləşirəm ki, mən 4 ya da 5 metr olanı alardım. Çünki nə qədər uzun olsa, o qədər də əhatə eləyir. Yarımçıq qalmır. Belə bir korset heç yerdə görməmişəm, ilk dəfə idi görürdüm. Bundan əvvəl də başqa korsetlər almışdım, amma məni razı salmırdı. Yəni istədiyim kimi deyildi. Bunu da bir blogerdən görmüşdüm. Fatimə, Ülvi Fatimə bloger var, ondan görmüşdüm. Belə bir korsetdən istifadə edir. Onun satdığı firma ayrıdır, amma mən istədim ki, Temudan tapım, dedim yəqin ki, eyni məhsul, bənzər məhsul olar. Yəni məhsuldan razı qaldım, kaşki, amma uzunluğu biraz da uzun alardım. Son zamanlar saçlarım tökülməyə başlayıb. Fikirləşdim ki, saçımı möhkəmləndirmək üçün və tez uzanmağı üçün belə bir məhsul alım. Bu məhsul da saçı təmiz yuyandan sonra, qurutduqdan sonra biraz saç diblərinə vurursunuz və ondan sonra heç nə eləmirsiniz, gözləyirsiniz ki, özü qurusun. Yəni fenlə qurutsaz effektini görməyəcəksiniz. Baş dərisində qalacaq, nəm qalacaq biraz. Çalışın həmin vaxtlar havaya çıxın, nərsiz də alsaz. Bu saçlı doğrudan da mən effektini gördüm. Gördüm saçımın tökülməsi dayandı. Biraz da istifadə eləsəm yəqin ki, saçım da uzanar. Çünki bunun tərkibində rozmarin var və soğan var. Üstündə soğanı gördüm, dedim yəqin qoxusu da elə olur, amma heç 1 qram da soğanlı qoxusu gəlmir. Ətri də çox cüzdür, yəni parfum qoxusu da gəlmir çox.
Yəni əsas elə məhsulun özü də çox parfümlü bir şey deyil, pis qoxusu da yoxdur. Qiyməti də 6 manat 5 qəpikdən endirmişdim, 4 manat 21 qəpiyə. Və son məhsulumuz da bu da uşaqlar üçün pianinadır. Keçən il Banu üçün xalası almışdı pianina, amma o çox heyf ki, tez xarab elədi. Bunun qiyməti 30 manat idi, səhv eləmirəmsə. Onu Bakıdan almışdım, amma mən bunu Temudan vurdum. Çünki atam dedi ki, Banu üçün təzəsini sifariş elə, çünki köhnəsini görürdü, istifadə eləyə bilmirdi. İstəyirdi ki, musiqi çalsın, görürdü ki, səs yeri işləmir. Ona görə də atam dedi ki, təzəsini sifariş elə Temudan. Düzü atanın atdığı linkdən baxdım, qeyd eləmişdim səbətdə. Sonradan baxdım, gördüm ki, həmin məhsul tükanıb. Mən də yenidən axtarışa verdim və belə bir pianino məhsulu gördüm. Bunun həm də özəlliyi odur ki, yanında mikrofonu da var, yəni mikrofon yeri də var. Enerji mənbəyi 3 dənə batereyka yeri var. Həmin yerdən istifadə eləmək olur. Enerjisi qutaranda da zaryadkaya taxmaq olur, amma tokda qalmalıdır istifadə edə bilmək üçün. Tokdan çıxardanda işləmir. Tokda taxılı olan momentdə işləyir. Cip cip cücələrim cip 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 cip. Videonu bura qədər izlədiyiniz üçün çox sağ olun. Yorumlarda şərh yazmağı, videonu like eləməyi və ən əsası abunə deyilsinizsə abunə olmağı unutmayın.